Əsərin mövzusu, ideyası və məzmunu. Mövzu nə deməkdir? Əsərdə nədən bəhs olunursa, bu mövzudur. Məsələn, ən çox vətəndən bəhs olunursa, deməli həmin əsərin mövzusu nədir? Vətənpərvərlik. Vətən də yaza bilərsiniz. Və ya dostluqdan bəhs olunursa, həmin əsərin mövzusu dostluqdur. Ola bilər ki, bir əsərdə, bir mətndə bir neçə mövzu olsun, bir neçə mövzu olsun. Amma siz orada fikir verin ki, əsasən nədən bəhs olunur? Ən çox hansı mövzudan bəhs olunur? Ola bilər ki, bir əsərin içərisində, mətnin içərisində vətəndən də bəhs olunsun, dostluqdan da, təbiətdən də, mərhəmətdən də. Amma orada əsas ana mövzu nədir? Yəni ən çox hansı mövzu üstünlük təşkil edir? Vətəndən daha çox danışılırsa, vətən torpağından daha çox danışılırsa, o vətənpərvərlik mövzusudur. İdeya isə həmin əsərdən aldığımız dərsə deyilir. Yəni biz o əsərdən hansı dərsi aldıq? Yazıcı bizə nə demək istəyir? Bu əsəri bizə yazmaqda, bizim üçün yazmaqda məqsədi nədir? O ideyadır. Yəni biz həmin əsərdən hansı tərbiyəni götürürük, hansı dərsi götürürük? Diqqətli olaq. Əsər, mövzu, ideya, məzmun. Nə deməkdir? Hər hansı bir əsərin uşaqlar mövzusu olur, ideyası olur, məzmunu olur. Burada əsərin adı yazılır, burada mövzusu, bu hissədə ideya, burada isə qısa məzmun haqqında məlumat verilir. Məzmun haqqında qısa məlumat verilir. İndi baxaq, hər hansı bir əsərin mövzusu deyəndə fikirləşin ki, həmin o mövzu bir dənə açar sözlə ifadə olunacaq. Ola bilsin o açar söz birləşməsi olsun ya da tək bir dənə söz olsun. İdeya isə cümlə ilə ifadə olunur. Fikir. İdeya deyəndə fikir düşünün, orada bir cümlə görəcəksiniz. Mövzu deyəndə isə söz düşünün, söz birləşməsi düşünün. İkinci. Məsələn, Doğma Yurdun Yovşanı. Orada hansı mövzu var? Mövzusu nədir? Həmin əsərin mövzusu nədir? Vətən mövzusudur. Yəni vətənpərvərlik mövzusu. Uşaqlar, ola bilər ki, bir əsərin içərisində bir neçə mövzu olsun. Dostluq mövzusu olsun, mərhəmət olsun, vətən olsun, ədalətsizlik olsun, qənaət olsun. Bəli, ola bilər. Amma siz orada baxın ki, ən çox nədən bəhs olunursa, ana mövzu odur. Əsas mövzu odur. Məsələn, Doğma Yurdun Yovşanı əsərində ədalətsizlikdən də bəhs olunur, zülmdən də. Elə Loğman ədalətsizlik görür. Vətən. Bəli. Afərin. Ən çox vətəndən bəhs olunur. Ona görə də ana mövzu vətənpərvərlik, vətən mövzusudur. Yenə də deyirəm, bax orada ədalətsizlik də var, zülm də var, amma əsas mövzu vətənpərvərlikdir. Hətta orada təbiət mövzusuna da toxunulur. Yəni orada Yovşandan bəhs olunur. Amma ana mövzu, əsas mövzu nədir orada? Vətənpərvərlik. Sonra uşaqlar, həmin o əsərin mövzusuna uyğun da ideyası var. Orada yazıcı bizə nə demək istəyir? Hansı fikri bizə göndərmək istəyir? Bizə hansı fikri aşılayır? Bizə hansı dərs vermək istəyir? Ya da biz o mətni oxuyub hansı dərs alırıq? O ideyadır. Vətən sevgisi hər şeydən güclüdür. Yəni gördünüz orada Loğman bəxş hədiyyələri rədd etdi, amma Yovşanın ona gətirdiyi hisslər, vətənpərvərlik hissi artıq ona məğlub, belə deyim də, ona məğlub oldu. Özü o vətənpərvərlik hissinə məğlub oldu. Vətənpərvərlik hissi ona qalib gəldi və o vətən sevgisi hər şeydən güclüdür ideyasına sadiq qalaraq vətəninə döndü. Sonra bir parça torpaq. Burada isə uşaqlar, yenə də mövzusu oxşardır. Orada da vətənpərvərlikdən bəhs olunur. Orada da yenə mövzu var uşaqlar. Orada məsələn tutaq ki, müdrik ata qan tökmək istəmirdi. Orada sülh də var. Barış da var əslində məzmununda. Sülh, barış mövzu var. Hə. Daşlarla. Dağlar, hirsinizi dağlara, daşlara bildirin deyir, insanlara yox. Bəli. Yəni orada uşaqlar görürsüz, əslində belə mehriban olmaqdan, barışdan, sülhdən danışılır. Amma əsas mövzu nədir orada? Vətənpərvərlik. Yenə də orada ana mövzu, əsas mövzu vətən mövzusudur. Və oradan da aldığımız ideya nədir? Vətən sevgisi hər şeydən güclüdür. Bir də torpaqdan pay olmaz. Görürsüz, ideyalar oxşardır mı uşaqlar? Mövzu da oxşardır mı? Amma gəlin məzmuna baxaq. Məzmun oxşar olmur uşaqlar. Məzmun fərqli olur. Məzmun nədir? Məsələn, mən sizə deyirəm, qısa yada qalanı danış, nəql et. Nəql et. Məzmun odur. Sən oradakı hadisəni danışırsan, olayı danışırsan, qısa şəkildə məlumat verirsən. Bu onun məzmunudur. Məzmunlar eyni olmur. Fərqlidir, bəli. Məsələn, baxın Doğma Yurdun Yovşanı. Bu əsərin məzmunu ədalətsizlikdən bezib ölkəni tərk edən Loğmandan və onu vətənə qaytarmağa çalışan yeni hökmdardan bəhs olunur. Yəni məzmun budur. Da indi məzmunu uşaqlar mən sırayla burada yazmıram, qısaldıb yazmıram. Ən az bir 10 cümləmiz olacaq. Ona görə də məzmununu qısa yazmıram. Sadəcə qısa şəkildə deyirəm ki, orada nədən bəhs olunur? Ədalətsizlikdən bezib ölkəni tərk edən Loğmandan və onu vətənə qaytarmağa çalışan yeni hökmdardan bəhs olunur. Yerimiz çatmadı, yoxsa oradan çoban haqqında da yəni məlumat əlavə edərdim qısa şəkildə. Yəni məzmun odur ki, siz qısa yadda qalanı danışırsınız. Bu da həmin əsərin məzmunudur. Oradakı hadisələri, olayları danışırsınız. Bu həmin əsərin məzmunudur. Bəs bir parça torpaq əsərinin məzmunu nədir? Müharibə etmək, qan tökmək istəməyən müdrik atadan və onun düşmənlərindən bəhs olunur. Elə deyil, onun səbrini sınayan, onun təmkinini pozan düşmənlərindən bəhs olunur. Və qısa şəkildə məzmunu danış desəm, bir parça torpağı mənə nəql eləməlisiniz. Məzmun budur. Qısa şəkildə danışırsınız. Görürsüz, hərəsində başqa hadisədir, başqa olaydır. Obrazlar da başqadır. Amma uşaqlar, hər ikisinin ideyası, mövzusu eynidir. Mövzu, ideya, məzmun anlayışlarını az da olsa anladıq, olur.